Mətbəximdən hamıya salamlar. Çayın yanına hazır qat-qat xəmirdən Napoleon tortu hazırlamağa nə deyirsiniz? Məncə əla fikirdir. Asan və ləzzətli. Resepti şərhlərdə qeyd edirəm. Kremi hazırlamaqla başlayaq. Südə şəkər tozu, un, qarıqdalı nişastası, vanil, yumurta sarısı qatıb qarışdırıb ocağa alıram. Qaynayıb qatılaşanda ocaqdan alıb kərə yağı əlavə edib qarışdırıram. Soyması üçün başqa qaba boşaldıb üzərini striclə təmas edəcək şəkildə bağlayıram. Hazır qat-qat xəmirləri kiçik kublar formasında doğrayıram. İsidilmiş 200 dərəcəlik sobada üzərləri azca qızaranadək bişirirəm. Pişmiş xəmirlərdən üzərinə ovuntu etmək üçün ayırıb, qalan xəmirləri kremə əlavə edib qarışdırıram. Forma vermək üçün 22 sm-lik qəlibə boşaldıram. Qəlib yoxsa qazançada da etmək olar. Ən az 4 saat soyuducuda gözlədirəm. Soyuducudan çıxarıb üzərini xəmirin ovuntusu ilə örtürəm və budur. Tez hazırlanan ləzzətli tortum hazırdır. Mütləq siz də hazırlayıb bəhbəhlə nuş edin. Kanalda dadlı videolar çoxdur. Nəzər yetirən lazım olar. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun. Fikirlərinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Hələlik!